Uşaqlar, mən bugün sizə İzlə Nəşriyyatımız 3-cü sinif riyaziyyat kitabımızdan məsələlər bölümünü işləyəcəyik səhifə 23-də. Birinci məsələyə baxırıq. Deyir ki, onluq mərtəbə vahidinin sayı 5, təklik mərtəbə vahidinin sayı bundan 2 vahid böyük olan ən böyük üç rəqəmli ədəd necədir? Diqqətli olaq uşaqlar. Deyir ki, onluq mərtəbəsi 5-dir. Yazırıq tez 5. Təklik mərtəbə vahidinin sayı 2 vahid böyükdür. 5-dən 2 vahid böyük neçə ola bilər? 7. Təkliyə yazırıq 7. Deyir, ən böyük üç rəqəmli ədəd deyəndə isə qabağına nə yazırıq? 9 yazırıq. 957 olur. Məsələ 2-yə baxırıq. 8 yüzlük, 3 onluq, ulduz təklikdən ibarət olan ədədin mərtəbə vahidlərinin sayının cəmi 17-dir. Buna əsasən ulduz ədədi hansı ədədin 2 qatına bərabərdir? Burada 8 yüzlük, 3 onluq. Birinci 8-in üstünə 3 gələcək, 11-i tapacağıq. Sonra 17 deyirsə, cəmi 17 deyirsə, 17-dən də 11 çıxacağıq, tapacağıq ki 6. Bizim ulduzumuz 6-dır. Deyir, bu ədədin hansı, ulduz ədədi hansı ədədin 2 qatına bərabərdir? 6-nı 2-yə böləndə 3. 3 ədədinin 2 qatına bərabərdir. Məsələ 3-ə baxırıq. 842 kiçikdir A-dan, A da kiçikdir 867-dən müqayisəsini ödəyən onluq mərtəbə qiyməti 50 olan neçə üç rəqəmli tək ədəd var? 842-dən başlayırsa 851 yaza bilərik, 853 yaza bilərik, 855 yaza bilərik, 857-ni yaza bilərik və sonda 859-u yaza bilərik. Yəni 5 dənə tək ədəd yaza bilərik, yəni tək ədəd yaza bilərik. Dördüncü məsələyə baxırıq. 547 ədədini onluqlara qədər yuvarlaşdırdıqda alınan ədədin mərtəbə vahidlərinin sayının cəmi neçə olar? 547 ədədini onluqlara qədər yuvarlaşdırırıq. Təkliyə baxırıq. 7 böyükdür və onluq mərtəbə vahidi 1 vahid artacaq, olacaq 550. Bunların da mərtəbə vahidlərinin sayının cəmini deyəndə yüzlük mərtəbəsi, onluq mərtəbəsi və təklik mərtəbəsi toplanılır. Bunları da toplayanda 10 edir. Keçdik məsələ 5-ə. 845, 367, 425, 718 ədədlərini azalan sırayla düzün. Bu sıradakı 3-cü ədədin onluq mərtəbə qiymətini tapın. Azalan sırayla deyəndə nə edirik uşaqlar? Böyükdən başlayıb kiçiyə doğru gedirik. 845, 718, 425, 367. Bizim 3-cü ədədi soruşur. 3-cü ədədimiz 425. Onun onluq mərtəbəsini soruşur. Onluq mərtəbəsi necədir? Burada uşaqlar görürsünüz 20-dir. Onluq mərtəbəsi 20-dir. Keçdik tapşırıq 6-ya. 400 3 bucaq verib və 6 şəklində göstərilmiş ədədin onluq mərtəbə qiyməti ilə təklik mərtəbə qiymətinin cəmi 56-dır. Buna əsasən bu ədədin mərtəbə vahidlərinin sayının cəmini tapın. Burada neçə olar uşaqlar? 4 biz nə edirik? Əgər bunların mərtəbə qiymətini soruşursa, mərtəbə qiymətimiz neçədir? 4 yox, burada belə deyək də, neçənin üstünə 50. Bura nə yaza bilərik? 50-nin üstünə 6 yazanda 56 eləyir. Yəni bura 50 yazmalıyıq. Bunların da mərtəbə vahidlərinin qiymətini soruşur. Bunların mərtəbə vahidləri 4, 5 və 6. 4-ün üstünə 5 gəlirik, sonra 6 gəlirik, 15 eləyir. Bunların da mərtəbə vahidlərinin sayının cəmi də 15 edir. Keçdik 7-ci məsələyə. 8, 7, 5 rəqəmlərinin hərəsindən bir dəfə istifadə etməklə yaranan ən kiçik 3 rəqəmli ədədin onluq mərtəbə qiyməti neçədir? Rəqəmlərin hərəsindən bir dəfə istifadə etməklə yaranan 3 rəqəmli ədəd ən kiçikdə. Ən kiçik nə yaza bilərik? 578. 578 ədədinin onluq mərtəbə qiyməti neçədir? Onluq mərtəbəsinə baxırıq, 70-dir. Onluq mərtəbəsi 70-dir. Keçdik 8-ci məsələyə. 2 yüzlük, 4 onluq, 6 təklikdən ibarət olan ədədin onluq mərtəbə vahidinin sayı 3 vahid artıb. Yeni yaranan ədəd yüzlüklərə qədər yuvarlaşdırın. 2 yüzlük, 4 onluq, 6 təklikdən ibarət olan ədədi nə edirik? Onların onluq mərtəbə vahidinin sayını 3 vahid artırırıq. Onluq mərtəbə vahidini 3 vahid artıranda nə edirik? 4-ün 3 gəlirik, 7 olur. Burada dəyişir 276 olur. Onu da ədəddə yaranan ədədi yüzlüklərə qədər yuvarlaşdırırıq. Yüzlüklərə qədər yuvarlaşdıranda onluğa baxırıq. Onluq böyük olduğundan yüzlük 1 vahid artır. Nə edirik? 1 vahid artacaq. 3 olacaq. Qalanlarına da 0 yazırıq. 300 alınır. Səhifə keçirik 24-ə. 9-cu məsələyə baxırıq. Modeldə verilmiş ədədin təklik və yüzlüklərindəki rəqəmlərin yerini dəyişsək, alınan ədədin yüzlük mərtəbə qiyməti əvvəlkindən nə qədər çox olar? Bunlarda bizə verib 217. Bunu deyir təkliklərin yüzlüklərinin yerini dəyişirik. Təkliklə yüzlüyün yerini dəyişəndə 7 gedir yüzlüyə, 2 gedir təkliyə, 712 olur. Bunların yüzlük mərtəbə qiymətlərinin deyir nə qədər yəni yüzlük mərtəbə qiyməti əvvəlkindən nə qədər çox olur? Bunun yüzlük mərtəbəsi 700-dür, onda 200-dür, 700-dən 200 çıxırıq, qalır 500. Yəni 500 5-ə qədər çox olur. Məsələ ona baxırıq. 367 kimi yazılan 3 rəqəmli ədədin mərtəbə vahidlərinin sayının cəmini tapın. Deyir 367. İndi bunların mərtəbə vahidlərinin cəmi deyəndə mərtəbə vahidlərini toplayırıq. Yüzlüyü, onluğu, təkliyi toplayanda neçə oldu? 16 elədi. Məsələ 11-ə baxırıq. 673 kiçikdir 642 müqayisəsinin doğru olması üçün sağdakı ədədin onluq mərtəbə qiymətini nə qədər artırmaq lazımdır? Burada sağına baxırıq. Burada 7-dirsə, burada neçə yazmalıyıq ki, bu müqayisəni doğru olsun? Yəni 1 vahid artıra bilərik də. Yəni 80. Yəni bunu 40-40 üstünə 40 gələk. Yəni bunun onluq mərtəbəsi nədir? 40-dır. 80 eləyir. Yəni burada 88 yazmalıyıq ki, bu müqayisə doğru olsun. 673 kiçikdir 682-dən. Məsələ 12-ə baxırıq. 426 ədədindən böyük, 537 ədədindən kiçik olan onluq mərtəbə qiyməti 80 olan ən böyük 3 rəqəmli ədəd tapın. Yəni 426-dan böyük olsun, 537-dən də kiçik olan onluq mərtəbə qiyməti 80. Onluq mərtəbə qiyməti 80-i qeyd edirik. Ən böyük 3 rəqəmli deyəndə 9-u burada qeyd edək və burada deyir ki, ən böyük 3 rəqəmli, yəni 4-dən belə deyək də 489, yəni 537-dən kiçik olmalıdır. 489 yaza bilərik. Məsələ 13-ə baxırıq. 4 yüzlük, 14 onluq, 8 təklikdən ibarət olan ədəddən sonra gələn ilk tək ədəd neçədir? Bu olur 548 ədədi. 548 ədədindən sonra gələn ilk tək ədəd neçədir? 549-dur. Keçdik məsələ 14-ə. 2 ulduz verib 3 rəqəmli ədədin rəqəmlərinin cəmi 8-dir. Buna əsasən ulduz ədədinin mərtəbə qiymətini tapın. Burada deyir cəmi 8-dir. 8-in 3 gələcəyik, tapacağıq 5. 8-dən 5-i çıxacağıq, tapacağıq 3. Yəni onun tapacağıq 3. Ulduzun mərtəbə qiymətini tapın. Mərtəbə qiyməti neçə olur? Buna əsasən ulduzun mərtəbə qiymətini tapın. Biz də tapdıq ki, onun mərtəbə qiyməti 3-dür. Sonra məsələ 15-ə baxırıq. Yüzlüklərə qədər yuvarlaşdırdıqda 300 olan ən böyük və ən kiçik ədədləri tapın. 300-ə qədər yuvarlaşdırdıqda ən böyük, ən kiçik 349-u seçə bilərik. Onu yuvarlaşdıranda nə olur? Kiçik olduğu üçün dəyişmir. 300 qalır. Burada 2 onluq böyük olduğu üçün yüzlüyü 1 vahid artır və 300 olur. Keçdik məsələ 16-ya. Burada ədədlər verib, simvollar verib.
üçbucaq, kvadrat, dairə. Bir bu ədədi sözlərlə 846 şəklində yazılır. Yəni bu 846 şəklində yazılır. Buna əsasən kvadrat və dairənin rəqəmlərinin mərtəbə qiymətlərinin cəmini tapın. Kvadrat bizdə neçədir? 4, dairə də neçədir? 6. Yəni bunların mərtəbə vaidlərinin qiymətinin cəmini tapırıq. 4-ün üstünə də 6 gələcək, tapacağıq 10. Bugünkü məsələ bölümümüz bu qədərdir uşaqlar. İnşallah hər birinizə uğurlar arzu edirəm. İnşallah gələn dərsimiz KSQ 1 olacaq. Onu da birlikdə sizinlə həll edərik. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.